bizə nə lazım olacaq? Bu keçdiyimiz 6 dənə əsas trigonometrik eyniliklər var idi. Hansılar idi? Birincini mən yazıram. Sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa bərabərdir 1. Tangens alfa bərabərdir sinus alfa bölünsün kosinus alfa. Üçüncü, kosinus alfa bölünsün sinus alfa. Dördüncü, tangens alfa vurulsun kotangens alfa bərabərdir 1. Beşinci, 1 üstəgələ tangens kvadratı alfa. 1 bölünsün yox. Bu bərabərdir 1 bölünsün kosinus kvadratı alfa. Sonuncunu da deyək. 1 üstə gəlsin kotangens kvadratı alfa. Aha, 1 bölünsün sinus kvadratı alfa. Bu olur əsas trigonometrik eyniliklər. İndi bunun yanına bir də bax belə başlıq olaraq yazıram. Cəm düsturları. Cəm düsturları. Hansı cəm düsturları var? Birinci, sinus alfa üstəgəl beta. Bu bərabər nəyə? Bu nəyə lazımdır? Məsələn, tutaq ki, bizdən soruşar sinus 75 dərəcəni. Necə hesablayarıq? Sinus 75-i bilmirik axı. Keçməmişik. Keçdiyimiz nə idi? 30 idi, 45 idi, 60 idi, 90 idi. Yerdə qalan hamısını bunlardan alaq dedik. İndi məsələn, sinus 75 olsa necə yazarıq bunu? Bunu bu düsturdan istifadə edirik. Sinus alfa üstəgəl beta. Yəni, yazaram burada 45 üstəgəl 30 kimi. Bu nəyə bərabərdir? Bu alınır belə. Sinus alfa vurulsun kosinus beta üstəgəl bir dəfə də sinus beta vurulsun kosinus alfa kimi. Fərqində də sinus alfa çıxılsın beta bərabərdir. Eyni şeyi yazırıq. Sadəcə sinus alfa kosinus beta arada çıxılsın olacaq. Sinus beta vurulsun kosinus alfa. Gəlin buna aid bir dənə nümunə verim, ondan sonra keçim. Məsələn, tutaq ki, sinus dediyim elə 75 dərəcəni hesablamaq istəyirik. Yazıram bura. Sinus 45 üstəgəl 30 bərabərdir. Yazmalıyıq bir dəfə sinus 45 vurulsun kosinus 30. Üstəgəl sinus 30 vurulsun kosinus 45 dərəcə. İndi hesablayaq, görək nə eləyir? Sinus 75 dərəcə bərabərdir. Sinus 45-in qiyməti kök 2 bölünsün 2. Kosinus 30-un qiyməti kök 3 bölünsün 2. Üstəgəl sinus 30-un qiyməti 2də 1 budur. Kosinus 45-in qiyməti kök 2 bölünsün 2. Yəni bu da eləyəcək 4-də kök 6, 4-də kök 2. 4-də kök 6 üstəgəl kök 2 olmuş olacaq. Eyni şeyi 15 üçün yazmaq istəsək, burada yazmalıyıq sinus 45 çıxılsın 30 kimi. Görürsünüz, düstura görə arada bir dənə çıxma olacaq. Ona görə bunun qiyməti elə bir başa yazıram. Burada da kök 6 çıxılsın kök 2 bölünsün 4. Bu bizə bəzən suallarda lazım olur. Kök 6 üstəgəl kök 2 bölünsün 4 sinus 75'dir. Kök 6 çıxılsın kök 2 bölünsün 4 sinus 15'dir.